Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının icrası gözlənildiyi kimi irəliləmir. Independent nəşri yazır ki, anlaşmada nəzərdə tutulan əsas mexanizmlər sülh şurasının yaradılması, sabitlik qüvvələrinin yerləşdirilməsi və İsrailin mərhələli geri çəkilməsi prosesi hələ də gecikir. Razılaşmaya əsasən ilkin mərhələdə Qəzzada təhlükəsizlik və idarə etməklə bağlı konkret addımlar atılmalıydı. Lakin birinci mərhələ indiki məqamda tam başa çatmadığından ikinci mərhələyə dair müzakirələr start verilməyib. Tərəflər arasında mövcud gərginlik isə davam edir. Analitiklər bildirirlər ki, gecikməni dərinləşdirən əsas nüanslardan biri Ağ Evin mövqeyidir. Birləşmiş Ştatlar anlaşmanın maddələrinin icrasını gələn ilə saxlamaq niyyətini açıq şəkildə ortaya qoyub. Halbuki Prezident Donald Trumpın sülh planının daha sürətlə həyata keçiriləcəyi gözlənilirdi. Ekspertlər bu addımı prosesin faktiki olaraq uzadılması kimi qiymətləndirirlər. 47-ci liderin Qəzza üçün hazırladığı strategiyanın əsas elementlərindən biri olan sülh şurası isə 2 il müddətinə bölgənin idarə olunmasını nəzərdə tutur. Qurum Fələstinli texnokratlardan ibarət komitə əsasında fəaliyyət göstərməli. Beynəlxalq qüvvələr və region ölkələrinin hazırladığı polis strukturları tərəfindən dəstəklənməlidir. Lakin bu mexanizmin nə vaxt işə düşəcəyi hələ də qeyri-müəyyəndir. Hazırki açıqlamalar göstərir ki, tərəflər arasında real razılaşma hələ formalaşmayıb. İsrail ikinci mərhələnin tələblərini gecikdirir. ABŞ isə Tel-Əvivə lazımi təzyiq göstərmir. Nəticədə bütün tərəflər vaxt tutmağa çalışır. Sülh şurası ilə yanaşı sabitlik qüvvələrinin Qəzzaya yerləşdirilməsi planı da gecikir. Birləşmiş Ştatlar bu qüvvələrin yanvar ayından bölgədə olmasını hədəfləsə də, İsrail mediası planın real olmadığını irəli sürür. Qəzzanın tam silahsızlaşdırılması ilə bağlı tarixlərin də dəyişdirilə biləcəyi istisna olunmur. Digər Fələstinli siyasi analitiklər gecikmənin arxasında İsrailin sektor üzərində nəzarəti möhkəmləndirmək istəyinin dayandığını iddia edirlər. Lakin Reutersin son məlumatında Birləşmiş Ştatlar silahlı qüvvələri mərkəzi komandanlığının atəşkəs razılaşması çərçivəsində Dohada konfrans keçirəcəyi qeyd olunub. Məqsədin zonada fəaliyyət göstərəcək beynəlxalq sabitləşdirmə qüvvələrinin iş prinsipinin planlaşdırılmasıdır. Diqqətə çatdırılıb ki, toplanış 16 dekabr tarixində baş tutacaq və konfransda 25-dən çox dövlətin nümayəndələrinin iştirakı gözlənilir. Buna baxmayaraq, vasitəçi ölkələr atəşkəsin qorunması üçün diplomatik təmaslara davam etdirsə də vəziyyətin həssas olduğu bildirilir. Bu proses uzlaşma yox, uzatma strategiyasına bənzəyir. İsrail daha çox əraziyə nəzarət etməyə çalışır. ABŞ isə susqun mövqe tutur. Bu şərtlər altında razılaşmanın icrası aylarla gecikə bilər. Ekspertlər hesab edirlər ki, İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ştatlara planlaşdırılan səfəri və orada baş tutacaq görüşlər prosesin taleyində həlledici rol oynaya bilər. Razılaşma ya sürətlə icra olunacaq, ya da Qəzza ilə bağlı planlar yenidən qeyri-müəyyən müddətə təxirə salınacaq. Elə yeri gəlmişkən, güclü qasırğa və yağışlar nəticəsində tikililərin uçması və şaxtalı hava şəraiti sebebilə Qəzzada içərisində uşaqlar olmaqla 14 nəfər ölüb. Əl-Cəzirə Qəzzanın hakimiyyət nümayəndələrinə isnadən bu xəbərlə çıxış edib və qeyd olunur ki, qasırğa son günlər ərzində Qəzza zolağı boyunca ağır humanitar vəziyyətdə yaşayan insanların vəziyyətini daha da ağırlaşdırıb.